Salam uşaqlar. Biz Pythonda dəyişən adlarını necə yazırıq? Gəlin bu videoda onu öyrənək. Deməli, Python proqramlaşdırma dilində dəyişənlər və sabitlər iki cür kəmiyyətlər ola bilər. Dəyişənlər proqramın gedişi zamanı qiymətini dəyişən kəmiyyətlərə deyilir. Sabitlər isə proqramın gedişi zamanı qiymətini dəyişməyən kəmiyyətlərə deyilir. Məsələn, riyaziyyatdan bildiyimiz pi ədədi sabit kəmiyyət olaraq qəbul edilir. Çünki biz bütün məsələlərdə pi ədədinin qiymətini 3,14 götürürük. Biri də var ki, dəyişən. Məsələn, A bərabərdir 2, B bərabərdir 3 yazıram. Burada bərabərlik işarəsi mənimsətmə işarəsi adlanır. A dəyişəninə 2 qiymətini mənimsətdim, B dəyişəninə isə 3 qiymətini mənimsətdim. Deyirəm ki, A bərabərdir A plus B-yə. Uşaqlar, bu halda nə baş verir? A 2 idi, B isə 3 idi. İndi 2-nin üzərinə 3-ü gələndə etdi 5. Yəni, A dəyişəni öz qiymətini dəyişdi və 5-i aldı. Mən burada A-nı çağırsam proqram tərəfindən A-nın qiyməti 5 gələcək. Amma mən burada görürsünüzmü, A-nın qiymətini 2 vermişdim. Bu hissədə, bu addımda A-nın qiyməti yeni bir qiymətə dəyişdi, oldu A plus B-nin qiymətini aldı. Deməli, dəyişənlər bu şəkildə yazılan kəmiyyətlərdir. Proqramın gedişi zamanında gördüyünüz kimi öz qiymətini dəyişdi. Bəs biz dəyişən adını necə təyin eləyə bilərik? Dəyişən adı necə yazılmalıdır? Dəyişən adında hansı işarələrə icazə verilir, hansı işarələrə icazə verilmir? Uşaqlar, dəyişən adında gördüyünüz kimi hərfdən istifadə eləyə bilirik. Yəni, bir hərfi yazıb dəyişən adı kimi yaza bilərəm. Bax, salam bərabərdir 6. Burada salam dəyişəni 6 qiymətini aldı. A plus salam desəm, A 5-dir, salam 6-dır. Ona görə 11 qiymətini bizə geri qaytaracaq. Amma uşaqlar, dəyişən adında qətiyyən boşluq işarəsindən istifadə edə bilmərəm. Məsələn, A boşluq B bərabərdir 5 yazsam, bu sintaksis xətası verəcək. Bu deməkdir, biz dəyişən adı təyin edərkən boşluqdan istifadə edə bilmərik. Dəyişən adı təyin edərkən heç bir halda dəyişən adı rəqəmlə başlaya bilməz. 1A bərabərdir 5 yazsam, yenə də sintaksis xətası verəcək. Dəyişən adında rəqəm istifadə oluna bilər, amma rəqəmlə başlaya bilməz. Ona görə yazırıq A1 bərabərdir 5. Gördüyünüz kimi belə yazmaq mümkündür, amma yenə də boşluqdan istifadə etsəydik, xəta baş verərdi. Deməli, biz hansı qaydaları öyrəndik? Dəyişən adında boşluqdan istifadə etmək olmaz. Dəyişən adı rəqəmlə başlaya bilməz. Dəyişən adında alt xətdən istifadə edə bilərik. Alt xətlə başlaya bilər dəyişən adımız. Alt xət ortada da gələ bilər. Məsələn, belə. Alt xət sonda da gələ bilər. Heç bir problem yoxdur alt xətlə bağlı. Məsələn, belə. Burada heç bir qiymət təyin etmədiyimə görə gəlmədi. Deməli, AB alt xətt bərabərdir. Deməli, bərabərdir 6-ya. Uşaqlar, gördüyünüz kimi biz dəyişən adında istədiyimiz simvolları istifadə edə bilmirik. Yəni, əməliyyat sistemi bizə dəyişən adında bəzi simvollara qadağa verir. Deməli, gördüyünüz kimi burada dəyişən adında ortada da alt xətt simvolundan istifadə edə bildik. Hətta dedik ki, sonda da istifadə edə bilərik, yaza bilərik. AB altdan xətt bərabərdir 5. Bu halda da problem olmayacaq. Amma dəyişən adında başqa bir simvol istifadə edə bilmərəm. Gördüyünüz kimi bu sintaksis xətası verdi. Deməli, dəyişən adından bağlı siz nələri bilməlisiniz? Dəyişən adı rəqəmlə başlaya bilməz. Dəyişən adında boşluq işarəsi ola bilməz. Dəyişən adında istifadə ediləcək yeganə simvol alt xətt simvoludur. Əlavə bir simvol istifadə edilə bilməz.